Niyə bəzi insanlar nə qədər dava qırğın etsələr də bir-birlərinə qarşı isti hisslər bəsləməyə davam edirlər? Burada sadəcə romantik münasibətdən danışmıram mən. Valideyn-uşaq münasibətləri və ya bacı-qardaş, dostlar arasında olan münasibətlər. Amma bəzi insanlar ən xırda söz-söhbətdən sonra artıq bir-birlərinə qarşı soyurlar, bir-birlərinin üzünə baxa bilmirlər, ünsiyyətləri kəsilməsə də soyur. Əlbəttə ki, burada şəxsiyyət tiplərinin fərqli olmağı da rol oynayır. Yəni bəzi şəxsiyyət tipləri çox həssas olurlar, onlara hər söz daha tez təsir eləyir. Bəziləri o qədər də həssas olmur, ona görə də onlara elə də çox təsir etmir bəzi sözlər. Lakin çox vaxt səbəb şəxsiyyət tiplərinin fərqli olmağında deyil. Analiz etdikdə o aşkarlanır ki, çoxlu dava qırğın etsələr belə yaxşı yola gedən insanların bir fərqi var. Onlar qarşı tərəfin şəxsini yox, etdikləri hərəkəti söyürlər. Tənqid edirlər deyək ki, daha doğrusu. Yəni ki, sən belə insansan yox, sənin etdiyin bu hərəkət belədir və mənə belə təsir etdi. Bəlkə də bəziləriniz qulaq asıb deyirsiniz ki, nə fərqi var? Əslində söz-söhbət əsnasında bunların çox fərqi var. Bir insanın şəxsiyyəti haqqında pis bir söz deyəndə sizin total onun haqqında olan düşüncənizi deyirsiniz və sən belə insansan deyib insana o ifadəni, o sözü yapışdırırsınız. Lakin sənin etdiyin hərəkət burada düzgün deyil idi kimi ifadələr istifadə edirsinizsə, bu aqressiv halda eşidilsə belə daha problem həlli yönümlü eşidilir. İnsanın özünə qarşı yox, etdiyi hərəkətə qarşı pretenziyanızın olduğunu göstərir. Gələn dəfə hansısa bir söz-söhbətiniz olanda diqqət edin. Onların şəxslərinə yox, etdikləri hərəkətə aid olan fikrinizi deyin.